Uşaq nəyisə uğurlayırsa biz psixoloq aparırıq tez. Yox. Nə zaman aparırıq? Nə zaman problem olur? Artıq ciddi uğurluqlar olur. Polis və yaxud da ki, türmə kimi söhbətlər olunur. Bu problem nə zaman başladı? Ən kiçik bir məbləğdən, əşyadan, deyilməyən yalandan və sonra daha da böyüdü. Bu prosesdə ilk bu davranışı edəndə uşağın valideynin necə münasibəti varsa, doğru və yanlış yaxınlaşması necə olubsa, o uşaq bunu davam edib etməməsini asılıdır və düzgün izah edib səbəbi bilmədən uşağı təhqir etmək, döymək və yaxud da ki, alçatmaq və nə isə bu ciddi bir problem olanda uşaq bunu davam edir. Valideyn isə düzgün yanaşırdı. Valideynin belə bir oğurluq travması olmayıbsa və düzgün yanaşıbsa, bu uşaqda davam edir bu problemin getməsi. Əgər valideyn düzgün yanaşıbsa, uşaq bunu daha etmir. Çünki valideynin belə bir problemlə qarşılaşsa, necə davranacağını daha öncə bir təcrübəsi olmayıb, anadan aldığı bir travma varsa, bunu edərək. Uzun sözün qısası, biz uşağı bir dənə oğurluğa görə durub psixoloqa aparmırıq. Amma bizim aparmağımız önəmlidir. Əgər biz bilmiriksə necə davranaq və yaxud da bizim uşaq vaxtı belə bir travmamız varmı, olubmu, bunu düşünmək lazımdır. Valideynin bu zaman necə davranıb, eynisini avtomatik kod halında uşağa yükləyirik, onunla elə davranırıq və bu problem uğurluqdur, yalandır kimi problemlər davam edir. Nəyə kimi? Demək, maddi aləmdə bu artıq gözə görünən əşyalar uğurlayırıq və polis bunun cəzasını verir və yaxud da türmə ilə, cərimə ilə, nə iləsə maddi bir cəza var. Amma şuuraltıda uğurluq birinci başladığına görə sonra maddiyə çevrilir. Şuuraltıda uğurluq necədir? İnsanların resurslarını uğurlamaq. Psixologiyada buna biz travma deyirik. Enerjidir bunların hamısı. Həyatımızda olan panik atak, takıntılar, OKB-lər, şizofreniya, istənilən psixoloji, patoloji problemlər, uşaqlardakı danışma problemi, istənilən problem hamısı enerji sayəsində yaranır. Dərman müalicənin effekti o zaman olur ki, bu problem artıq fiziki, bədəndə təsirini göstərir. Psixoloji terapiya ilə bərabər psixoterapiya və yaxud da ki, digər nevroloji, terapevtik, dərman, kimyəvi və bitkisel terapiya önəmlidir ki, kompleks şəkildə müalicə olunsun. Bu artıq pik nöqtədə olur. Psixoterapiyanın şuuraltını problemləri xəstəliyə kimi həll etmək mümkün olduğuna görə, nəyə görə həll etmək mümkün olur? Çünki şuuraltıda şuuraltı enerji ilə çalışır və şuuraltıda baş verir hər şey. Bütün xəstə OKB olsun, takıntı olsun, düşüncələr olsun, bunlar hamısı düşüncənin materiyaya çevrilir və sən o düşüncəni materiallaşdırırsan. Bu mövzu biraz genişdir, bu haqda da ətraflı danışaram. Uğurluğu deyirəm. Resursları şuuraltıda enerji şəklində uğurlamaq necə baş verir? Bir maddi aləm izah etdim ki, biz buna uşağı cəzalandırmırıq. Amma şuuraltıda uğurluq olanda biz onu görmürük. Axı filan kəsin necə uğurluq olur? Məsələn, sənin uşağından üstün və yaxud da ki, həmin uşaqdan üstün kimisə sən onu misal çəkirsən. Necə filan kəsin qızı və yaxud da oğlu filan universitetə girdi, gördün, sən bacarmadın, sən bir işə yaranmırsan. Uşaqda artıq nə yaranır uşaq vaxtı? O qədər təhqir, tənqid olunur ki, valideyninə o qədər xoşa gəlməyən sözlər, əksikliklər, dəyərsizlik, bacarıqsızlıq enerjisi alır ki, o həddə çatanda artıq uşağın fiziki bədənində bu xəstəliklər görsənir. Fiziki bədəndə olmayanda psixoloji bədəndə nə olur? Panik atakı, gecə altını islatma, özünü dəyərsiz hiss etmə, yalan uydurması, uğurluğu, bu bütün dəyərsizlik enerjisi uşağın şuur altında artıq görünməyənə keçir ki, heç kim görmür ki, mən artıq uğurlanım. Başqa uşağın, başqa qızın, oğlunun ondan üstün olan hər hansı bacarığını, özünü uğurlamaq, gözəlliyini, geyimini, əldə etdiyi hər hansı bir uğurluğu uğurlaya bilir. Bu o zaman bacarır ki, insan üçüncü göz, 6-cı çakranın açıldığı, hər bir insanda bu 6-cı çakranın intuisiyamız, yuxu görməyimiz, bacarıqlarımız, hər birimizdə bu açıq, hər birimiz bacarırıq. Sadəcə müəyyən faizdə dejavuların yaşaması, müəyyən faizdə hər kəs bacarır. Amma daha çox bunu istifadə edən insanlar, uşaq vaxtı daha çox qızlarda, çünki qızların fantaziya qurması, beynin sol yarım kürəsinin ya daha yaxşı
yəni estetik tərəfi, kişilərdə məntiqi tərəfdir. Daha çox ölçüb biçmək, vurmaq, çıxmaq. Qadınlarda daha çox ona görə bacarıqlar daha çoxdur, enerji daha çoxdur. Daha çox qısıtlandığına görə bacarma, etmə, olmazlar olduğuna görə qızlar daha çox bunu edirlər. Və beyin səviyyəsində bu oğurluqları daha çox bacarır. Məsələn, o qız məndən niyə gözəldir, onun niyə sevgilisi var, mənim yoxdur. Yeniyetmə yaşına kimi artıq bizim bu həyatda 0 14-13 yaşına kimi, daha çox 13 yaşına kimi bizim bir şəxsiyyət kimi formalaşma enerjimizi artıq etdik. Bundan sonraki həyatımız o yaşa kimi əldə etdiyimiz yalan, oğurluq, takıntı, o gibi psixoloji, ruhi nə varsa artıq formalaşdırdıq. Hansı bacarığımız varsa, kim olacağımızı artıq o yaşdakı uşaqdan mümkündür bilmək ki, bu uşağın gələcəkdə hansı işdə işləyə bilər, nəyə bacara bilər, kim ola bilər, şəxsiyyəti formalaşdır. Bəli, bunu dəyişmək mümkündür, bəli. Gəldiyi yol qədər terapevtik alarsa bunu hər zaman, yəni hər kəs gedə bilmir bu yolu. Üzərində insan nə qədər işləyərsə bacara bilər. Demək, şuuraltı səviyyədə oğurlamaq, enerjini oğurlama cəzası, bəli, necə olur? Biz nə edirik? Arzuluyuruq. Mən universitetə girim. Çoxlu, hər birimiz arzuluyuruq. Mənim çoxlu pulum olsun, falan maşınım olsun, evim olsun, falan kəs bunu qazanır, məni də falan kəs anası ora qoyur, məni qoymur. Neysə, bütün arzuladığımız şeylər var ki, arzular var ki, biz elə arzuluyuruq. Düzdür, arzulamaq nədir? Arzula, dua et, Allah versin. Çox vaxt falan kəsin arzusu olur, məndə olmur, falan kəs olur. Niyə? Çünki sən doğru enerjide olsan, sənin arzuladığın şey, sənin enerjinin səviyyəsində bərabər olarsa, enerji səviyyəsində bərabər nədir? Sən başqasına kin, nifrət, negativ enerjiləri deyirəm. Kin, nifrət, paxıllıq, həsəd, ayağının altını qazımaq, üzünə gülüb arxasınca dedikodu, pislik etməklə məşğulsansa, sənin enerjin təmiz deyil. Sən artıq 7-ci çakra Allahla bağını kəsmirsən. Allahla ünsiyyət bacarığın aşağıdır. Sən sadəcə şeytani, negativ enerjidəsən. Bunları arzuladığın üçün nə bu arzunu sənə verən negativ enerjidir, onun təsirində edirsən. Və o enerji sənə, negativ enerjidir, sənin imkanların xaricində olan bir şeyləri arzulayanda, o sənə veriləndə, sən onun hesabatını son xəstəliklə, nə bilim, ağrılarla, komplekslərindən, digər istənilən şeylə ödəyirsən. Məsəl üçün, yetkin bir qız arzulayıb pullu, bacarıqlı, nə bilim, gözəl, göyçə bir oğlana ərə getsin. Hər bir qız arzusu. Amma o qız həqiqətənmi maddiyata görə evlənmək istəyir, yoxsa sevgiyə görə, xoşbəxt olmasına görə? Məsələn, o qız seçdiyi insanın maddiyatını seçirsə, enerji deyir ki, sən o maddiyatı verirəm, amma sən xəyanəti dadacaqsan. Sən o ailədə huzuru tapmamaqdan dadacaqsan. Sən düzgün enerjide istəməməyin hesabatını belə ödəyəcəksən. Məsələn, sən bacarığın sayəndə olmayan universitetə girirsənsə, negativ enerji arzulusu, falan universitetə, falan fakültə, falan. Amma sən onun biliyin, bacarığın, savadın çatmırsa, sən onu əldə edirsən, hər hansı bir oğurluq, yalan və yaxud da universitetə nəysə də bir balları dəyişir, nəysə bir köməkliklə, kiminsə vasitəsi. Sən sabah onu hansı formada bitirib, qutarmağın, işə düzəlməyin, o əldə etdiyin sənədin keyfiyyətinin sıfır olması, peşmançılığın mütləq yaşayacaqsın. Və yaxud da ki, sən başqasına aid olan arzular, falan maşının olsun, evin olsun, ərin belə olsun, uşaqların belə olsun, bu arzunu arzulayanda, bax gör sən buna layiq olacaq hansı nələrin var, hansı resursların var. Bunu əldə edirsən, okey, o enerji sənə, negativ enerji sənə verir. Sənin layiq olmadığın halda kiminsə enerjisinə girərək əldə edirsən və sonra onun cavabı, hesabatı ödənəndə sənin huzursuzluğun, ölüm enerjində olmağın, daim yediyindən həzz ala bilməməyin, getdiyindən həzz ala bilməməyin, bildinmi? Sən başqasına aid olan resursları sənə aid, layiq olmadığın şəkildə və aid olanda arzulayırsan, onu həzzini yaşaya bilməzsən, sən onu xoşbəxtliyi yaşaya bilməzsən. Və qapını hesabat döyəndə bu uğurluğa görə
cərməsi çox ağır olur. Çünki dərk etmədən oğurlamağın hesabatı nədir? Daim transformasiyada olursan və bu yolu daim labirint şəkli düşürsən, qalxırsan, eyni şeyləri edə durursan və sonsuza dək ruhun cəhənnəm əzabından gedir.